Deməli, aha. 5-də baxırıq. Aha. She had time to finish the project. İkinci cümlə yenə deyirəm bizə açar rolunu oynayır. So she stayed late at the office. Burada deyil, ona görə də o ofisdə gecə geç saatlarına kimi qaldı. Deməli, niyə geç saatlarına kimi qaldı? Çünki layihəni bitirməyə çox vaxt oldu, yoxsa az vaxt olmuşdu deyin bu geç saatlarına kimi qalıb. Az vaxt olub. Az vaxt olub deyin. Bəli, baxırıq. She had a lot of time-da gedə bilər, az vaxt o. A lot of bilirik ki, a lot of nə ilə işlənir? Sayılan isimlərdə işlənir, sayılmayan isimlərdə işlənir. Sayılan isimlərlə işlənərsə özündən sonra cəm, sayılmayan isimlərlə işlənərsə tək. A lot of çox mənası verir, çox vaxtı var. Many sayılmayan isimlə işlədilə bilməz, sadəcə sayılan cəm isimlə işlədilir. A few sayılan cəm isimlə işlədilir, much sayılmayan, little sayılmayan. Much-la a lot of eyni mənanı verir, çox vaxtı var. Ona görə biz Y variantı az vaxtı olduğuna görə layihəni tamamlamaq üçün. Gecə yatmayıb, layihəni qutarıb ki, daha vaxtım qalmayıbdı. Ona görə burada Y variantı olur, variantımız. Sonra 12 Y oldu. 12 Y. Bunu qeyd edeyim, bu da cədvələ. Oy. 5, 12 nə idi? 5Y, əstəğfurullah, 12 nədir? 5Y, 12 nə idi? 5Y. 6-ya baxırıq. Ekranda heç nə görünmür, amma yazmağım zadım. Görsənir. Yazmaq göründü, xəttlər zad göründü. Görsəndi. İndi siz 6-da, siz 5-də baxayım, görürəm. 6 deyil, 5-dəyəm hələ. O qırmızı yazılar göründü. Görsənir, mən narahat olmuyor. Çünki rekorda görə deyim. Aha, 6-ya baxırıq. She speaks Spanish among her friends. O, dostları arasında İspan dilini. Burada baxırıq ki, among sözü var deyin. Biz nə edirik? Aha. She speaks. Bu niyə belədir? Gəlmir. Hə, buradadır. Hə. She speaks among her friends. Among varsa biz həmişə sifətin üstünlük dərəcəsini götürürük. Much fluently, much more fluently. The article zərflə olmaz axı qızı. Bu zərfdə axı. Zərf o vaxt olar ki, məsələn, məsələn, it is the most fluent language. Amma burada zərfin üstünlük dərəcəsində biz the article-ını yazmalıyıq. Zərf çünki ismə aid olan bir şey deyil axı. Zərf feilə aiddir və burada danışmağa aid olduğuna görə the article-ını yazmağımız olmaz. Qrammatik cəhətdən düzgün deyil. El varsa, zərf varsa the article yazılmaz. Ona görə B variantıdır. Much more fluently olmalıydı A variantında. C variantında more fluently, bu müqayisə dərəcəsidir. Fluent sifətdir, fluently adi dərəcədir. Among varsa, dostları arasında ən səlis o danışır, ən tərcüməsini verən isə üstünlük dərəcəsidir. B variantı. Aydın oldu? Zaur, aydın oldu? Bu biraz aynı, bu biraz mənim çaşdım. Bax, Zaur, harda among gördünsə, bil ki, orada üstünlük dərəcəsi. Üstünlük dərəcəsi nədir? Most. Əgər sifətdirsə, təbii ki, the article, most üstə gələk. Sifət və yaxud da ki, zərf, sifət. 2 hecadan çox olanda və yaxud da zərf. Məsələn, fluently 3 hecadır deyin, biz mostdan istifadə edirik. Amma 2 hecadan azdırsa biz və, əgər zərf deyilsə, sifətdirsə, sifətdirsə və, zərfdirsə və artiklı olmur.
S-T şəkilçisi. Məsələn, deyək ki, smart. Smartest. Smartest. Gördünüz? Smartest. Smartest. The most smart. Most smartly. Məsələn. Daha ağıllıcasına. Beautiful. The most beautiful. Yəni, əmək gördünsə, ya S-ı, ya most şeysisə. Əmək gördünsə, much sil. More sil. Əmək gördünsə, eləcə olanı sil. Ya S-ı şəkil saxtar, ya most sözünü axtar. Əmək gördünsə. Aydın oldu, Zaur? Əmangı gördünsə. Yoxsa təkrar yenə izah edeyim. Başa düşdüm. Ay öyle test sildiniz yazdılar. Nə bilim. The new teacher is much. Aha, much. Much gördünsə uşaqlar müqayisə dərəcəsi işlədir. Much üstə gələr müqayisə. Yəni ya more ya şəkilçisi. Baxırıq. At communicating with parents than the previous one. Və burada görürsünüz than də var. Than də müqayisə dərəcəsində işlədilir. Much more good demiyorlar ki. Yox, olmaz. Good, Much good demiyorlar da. good kökündən dəyişir axı, ay qızım. Good'un müqayisə dərəcəsi nədir? Muchla ev işlətmiyorlar. Bəli, olar. Nə dəxli var ki? Müqayisə dərəcəsi işlədirik. Good üstə gələk. Müqayisədə nədir? Beta. Bu kökündən dəyişir bunun dərəcəsi. Üstünlük dərəcəsində the best. Əgər sifət kimi gedirsə. Good sifətdir, onsuz da good sifətdir. Well isə, bu da yaxşı deməkdir, zərfdir. Bunun da müqayisə dərəcəsi beta, üstünlük dərəcəsi best. Ən yaxşı. Və much, baxırıq, best olmaz. Üstünlük dərəcəsidir. More good. Good özü bir hecadır. Buradan biz niyə more artıraq ki? More niyə artıraq ki? Much more-la, təkcə more-la işləmir. Much müqayisə dərəcəsində olan sifətlə işlənir. İki hecadan çoxdursa biz more işlədə bilərik. More və better. Niyə ikisini yanaşı işlədək ki? Olmaz. Good adi dərəcədir. Olmaz. B variantı. Aydın oldu. Getdik. The book you borrowed from the library is on the table. The book. Burada baxırıq. Book, kitab. Təyin budaq cümləsi. Hardan bildik? İsim gəldi və 3 nöqtə gəldi. Təyin budaq cümləsində axtaracağımız ən çox what, who, that, boşluq. Boşluq, bir də whose. Whose-da nə vaxt üstündə isim olsun. What-u, what olmur. Allah, nə qaydan what olmur. Which. Which. Which olur uşaqlar. Hum yazması. Hə, whom da yazılır. O heç. Whom, bir də whom. Bəli. Whom. Yəni, təyin budaq cümləsi gördüksə, what-u avtomatik bir dənə təpəsinə daş salın geçsin. Who you borrowed. Dedik, bax, bu 3 nöqtədən əvvəlki insan bildirmirsə, who-nun da təpəsinə baş salın. Kitab, insan deyil, cansız əşyadır. Ona görə getdi. Baxırıq, whose. Özündən sonra ismi varmı? Yoxdur. Nə var? Əvəzlik var. Onda whose-un da təpəsinə daşsaq. Desəkdir ki, whose, məsələn, context, hansı ki, mövzusu. Artıq burada isim gəldiyinə görə whose seçə bilər. Whose təkcə canlı ilə işləmir, cansızla da işlənə bilər. Which ola bilər. Whom-dan sonra isə gəlməlidir. Whom you borrowed. Whom, kimə ki, sən borc verdin, olmaz. Whom da adətən insan bildirəndən gəlir. Whom da insan bildirəndən gəlir. Ona görə biz bunu da silirik və which veririk. Burada məsələn the sister whom you borrowed olsaydı, okey, seçərik. Yox idi ki, humdan sonra əvəzlik
gəlməlidir qızım. Amma burada şey olsun da, canlı bildirən. Kimə ki deməkdir? Kimə? Whom kimə kim deməkdir? Kimə? Canlı gələrsə onda which işlərində, hə? Cansız gələrsə which işlədirik. Hə. Deməli D variantı. Getdik 9. There are all trees. Sides var burada. Sides. Both sides of the garden. Okay. Demək nədir? Both özündən sonra cəm isim qəbul edir. Every özündən sonra tək isim qəbul edir. Every side olmalıydı. Each sides of the garden. Həyətin hər bir tərəfində. Burada bu biraz uyğun gəlmir. Hər iki tərəfində olar da. Bağçanın another özündən sonra tək isim istəyir. Others özündən sonra isim istəmir. Each də özündən sonra tək isim istəyir də. Each girl, each book. Əgər each birbaşa özündən sonra isim gəlirsə, ofsuz tək isim gəlir. Yadınızda saxlayın. Each day, məsələn, each day. Görürsünüz? Birbaşa ofsuz gəlirsə, tək isim olur. Əgər eachdən sonra of gəlirsə, cəm isim gəlir. Each of the girls. Each of the girls. Amma ofsuz olsa each girl olur. Burada da of yoxdur. Deməli, each'i biz tək isimlə verməliyik deyin. Variantımız A variantı olur. Aydın oldu. Süleyxa, belə çətin testlər görməmişdin deyəsən. Bir də nəsə tutuzlanmayıbsa. Bir də nəsə 5-cə tutuzdurubsa. Qəribə deyir, bura qəribə. Süleyxa deyir. İki tane variant arasında qalırıq. Birini seçirik. Görsən. Belə yaxşıdır. Qoy belə çətin olsun. Belə yaxşı çətindir. Qoy belə çətin olsun imtahana kimi. Məyus olmayın. 11 ay şeylər sanacaqlar. Ona görə deyirəm ki, içdiyini belə çətini 11 elə qoy belə 11. Muzeydə, hə? Hə? Muzeydir. Victoria Muzey. Baxırıq. Bu asandır. Bunu 100% Züleyxa düz yazıb. Buna heç baxmağa dəyməz. Hə, bu asandır. Niyə ailədir? Ailədirsə mütləq şəkildə the article-ını istifadə edirik. Paris şəhər adıdır. Heç bir şey işlətmirik. Ona görə The Smith C variantı. Deyirəm də, qızım düz yazıb bunu. Mən bilirəm də, qızım nəyi düz yazıb, nəyi düz yazmayacağını. Positive case, bunu da qızım düz yazasıdır heç. Readingdən sonra dedik nə gəlməlidir? Fail gəlməlidir. Fail gəlməyib, is gələ bilərdi, fail gələ bilərdi, xəbər deyil. Jones article gəlməli deyildi. Bu isin qısaldılmış formasıdır. Article gəlibsə. Apostrof s üstə gələk isim gəlibmi? Gəlib. Çox asan, qəşəng. Coming, inkdən sonra fail gəlməyib. Bu da deyil. Bu isin qısaldılmış formasıdır. Burada da yəlik, əvəzlik apostrof s-dən sonra gəlməli deyil. Bu da izin qısaldılmış formasıdır. Ona görə variantımız oldu. C variantı. Biləm də, qızım bunu düz yazasıdır. Sonra bunu da yazacaqsan, mənə gəlir çətin deyil bu. İllərin qarşısında, bunu biz round-up'dan keçmişik Süleyxa sizə. Hə, since, hə. 2015-dən bəri yaşayıb. Hə, həzi görmədim. Bəli. 2015-dən bəri yaşayıb. Bəri, since, since. Həz varsa, amma həzsiz olsaydı, ini verərdik. Burada 2015-ci ildə yaşayıb. Həz olmasaydı, lived olsaydı, keçmiş zamanda biz ini verəcəkdik. A variantı, bəli, düzdür. He is thankful. Kiməsə minnətdar olmaq. O birisi kimi. To. Nə üçünsə minnətdar olmaq? For
To, for, A variantı. Aferin. Sonra Oy. Mənimə dondu. Yo, nədir mouse işləmədi. Donmadı, yox. Aha. He's thankful dedik bunu. He always goes to school. Bayaq Züleyxa bunu məktəbdə dedim. Ona oxşar bir test var idi. Piyada getmək deyiriksə uşaqlar, on foot. Piyada gedir. On foot. Y variantı. Bunu işləmişəm, malades. Getdik. Mən məktəbdə də düz yazmışdım. Hə, 10 foot. 15. My teacher agreed. Agree with. Uşaqlar, agree with. Nə iləsə razı olmaq. Agree with. Agreed with my idea to visit. Heç nə olmur. The museum on Monday. Ay uşaqlar, visit həm isim mənasında işlədilir. Səfər. Nə? Səfər. Biri də var, səfər etmək, baş çəkmək. Əgər biz bunu fe'l kimi deyiriksə, bax, burada fe'l kimi gedib. Məsələn, muzeyə səfər etmək, nənəmgilə getmək istəyirəm və yaxud da ki, mən parka getmək istəyirəm, harasa getmək, səfər etmək deyiriksə, fe'llə deyiriksə, burada biz heç bir sözünü işlətmirik. Yadımızda saxlayaq. Visit əgər verbdürsə, biz no preposition işlədirik. Heç nə işlətmirik. Əgər visit isim mənası ilə işlədilirsə, məsələn, müzeyə səyahət əla idi. Nənəmgilə səyahəti düşünürəm. Nəyi? Nənəmgilə səyahət. Nənəmgilə getməyi səyahəti. Burada isimdir deyin. Artıq visit noun olarsa uşaqlar. Burada biz üstə gələk to'dan istifadə edirik. Yenə deyirəm, əgər visit isim olarsa to, visit fe'l olarsa heç bir sözünü işlətmirik. Və burada an idea we agreed, my teacher agreed with my idea to visit the museum on, həftənin günlərinin qarşısında isə on işlədilir. Aydın oldu? Biraz. Harası aydın olmadı Zal? Sana şey söhbət aydın olmadı bu vizitə görə. Bax, Zal. Elə fe'l ingilis dilində elə sözlərimiz var ki, onlar həm isim mənası verir, həm fe'l mənası verir. Yəni onu həm isim kimi götürə bilərsən, həm fe'l kimi mənası. Eyni şeydir. Sadəcə Azərbaycan dilində tərcümə edəndə biz onu səyahət etmək kimi də deyirik. Səyahət kimi də deyirik. Məsələn, səyahət möhtəşəm idi. Nə? Səyahət. İsim oldu mu? İsim oldu. Səyahət. Burada biz səyahət möhtəşəm idi deyəndə vizitlə deyirik. Biri də var deyirəm ki, mən Türkiyəyə səyahət etdim. Bu isə fe'ldir. I visited to Turkey. I visited Turkey. Burada isə Türkiyəyə səyahət etdim. Etmək fe'ldir. Fe'l. Yəni, indi bu visit sözünə kontekstə baxırıq. Bu visit əgər isim mənası verilsə, biz onun sonunda to işlədirik. Məsələn, deyirəm ki, Türkiyəyə səyahət. Mən Türkiyəyə səyahəti düşünürəm. I think about a short visit to. İsim olduğuna görə mən burada
to sözünü işlədirəm. Turkey. Türkiyəyə səyahəti. Nəyi? Türkiyəyə səyahəti. Yox, əgər mən Türkiyəyə səyahət etməyi düşünürəm deyirəmsə, bu to-nun təpəsinə daş salıram. To baxır ki, buradakı isimdir, gəlir ona yaltaqlanır bu vizitə. To baxır ki, buradakı feildir, qaçır gizlənir. Zəhləsi gedir ondan. Aydın oldu? Qonaq sevməyən gəlin oxşuyur. Qonağı gördü, gəlir. Qonağı gördü. Başa düşdün indi? Ay, sağ ol. Aha, ona görə oldu variantımız B variantı və həftənin günlərinin qarşısında Monday, Tuesday, Wednesday, Thursday, Friday hamısının qarşısında 10 işlədilir. 10 Monday, 10. Sonra we're looking forward to uşaqlar. Look forward to ifadədir bu. Look forward to nəyisə səbirsizliklə gözləməkdir. Bax, burada da yenə isim kimi gedib visit. Mən sizin səyahətinizi səbirsizliklə gözləyirəm. Look forward to nəyisə səbirsizliklə gözləmək. Və bir də onu qeyd edim ki, look forward to-dan sonra əgər feil gəlirsə ing ilə işlədir. Məsələn, I am looking forward to going to the village. Səbirsizliklə kəndə getməyi gözləyirəm. The village. Ya gəlsin, çıxım gedim kəndə. Looking forward to. Buradakı deyə bilərsiniz ki, müəllimə, to da var, ing də var. Bu to sözünüdür. Bu isə going gerunddur. I am looking forward to going to. Look forward-dan sonra gələn feilimizi yadınızda saxlayın ki, ing ilə işlədirik. Ona görə burada oldu to, D variantı. Aydın oldu mu? Sağ ol, aydın oldu. Bəli. Aha, indi baxaq. Burada left to the museum after lunch. Aha, burada returned to bir dəqiqə the museum after lunch, reached the museum olmalıdır. Left the museum. Left the museum olmalıydı. Came to, return to, bir də came to. 1-4. Bəli. Deməli, reach to-suz işlədilir, left də to-suz işlədilir. Amma return to ilə işlədilir, came də to ilə gəlmək, harasa gəlib çatmaq. Ona görə return to harasa gəlib çatmaq, come to isə harasa eləcə gəlmək. Onlar günorta yeməyindən sonra, istər günorta yeməyindən sonra muzeyə gəldilər. Amma reach heç nəsiz işlədilir. Reached the museum, left isə muzeydən çıxdılar, muzeyi tərk etdilər mənası verir. 1-4 tamamilə özlüyüxə doğrudur. Bitti. Qısa mətnləri sən eləməmişdin, Zaur. Yox. Züleyxa, səndə 8 düz 5 səhv. Ümumi bal hələ ki 26,4 bal. Zaur, səndə 4 düz 9 səhv. Ne sual yoxlayıbsınız ki, balımıza? Heç birini yazmamışam. Yox, qızım, buradakı şey eləmişəm, aşağıya baxın, aşağıda avtomatik balı göstərir. Hada, yazmamışam axı çoxununa görə o yeri göstərir. 4 düz 9 səhv. 4 dəfədə 4 dənəsi də eləyir 3,3-dən 13,2. Çiçəm. Mən neçə qədər yazmışam? 11-ə qədər. Bunun 4-ü düzdür. Ya 4-ü düzdür. 17 dənə yoxdur. Bilirəm də, hələlik bu 400-də 13 bal eləyir. Başa düşdün balam? Tamam. Tamam. Okay.
Bəlkə bəs bu günlük bu qədər olsun. Yaxşı, bəsdir. Sabah. Sağ olun, gecəniz xeyrə. Sabah uşaqları 1 saat yarım bağlayandan sonra mənim uşaqlarım zığzığlanmasalar 3 saat oturub test işləyəcək. Ancaq hazır oturacaq. 5-dən 8-ə kimi sabah. Necə? 5-dən 8-ə kimi ya da 8-dən 11-ə kimi. 8-dən 11-ə alınmır, 5-dən 8-ə qədər alınır. 8-dən 11-ə məndə lap yaxşı olardı da, uşaqların yenə ən azından atası gələrdi. Məndə hazırlığım var, Allah haqqına görə. Hadi yaxşı, 5-dən 8-ə görüm, çalışım görməyə bilsən, 5-dən 8-ə eləyərəm. Ama inşallah. O 2 səhifənizi onun əzbərləyəcəm elə. Yox, söz atmıram. Söz atmıram, onda sabaha kimi onları əzbərləyin, xahiş edirəm. Neçə vaxt 6-cı gün dərsinizə, yoxsa belə